Salam dostlar. Bu mənim bəlkə də ən çətin, amma ən dürüst videom olacaq. Çünki bu mənim sonuncu videomdur. Hər şey xəstələnməyimlə başladı. Ətrafımdakı insanlar məni qınamağa başladılar. Kristian olduğun üçün xəstələndin, dedilər. O vaxt imanda zəif idim, qorxdum və İslam'a qayıtdım. Təsəvvüf həyatına daldım. 7 ay boyunca zikirlər, ibadətlər etdim. Amma içimdəki o boşluq dolmurdu. Xoşbəxt değildim. Yenidən kilsəyə qayıtdım. Məsihin o sonsuz sevgisini xatırladım. Tövbə etdim. 3 il boyunca xristian həyatı yaşadım. Çox təcrübələr qazandım. Mən həqiqətən axtardığımı tapmışdım. Amma yenidən büdrədim. İncildən kənara çıxdım. Başqa fəlsəfələrə maraq saldım. Görəsən, başqa təlimlər Məsih haqqında nə deyir? Deyə araşdırmağa başladım. Bu fəlsəfələr mənim imanımı zəiflətdi. Məsih obrazını beynimdən silməyə başladı. Beləcə, Krişnaizmə keçdim. Hare Krishna mantrasını tərənnüm edirdim. Amma orada da xoşbəxtlik yox idi. Çünki mən Məsihin sevgisini bir dəfə dadmışdım və başqa heç nə o dadı vermirdi. Krişnaizmdəki adətlər İslama yaxın olduğu üçün ruhum yenidən İslama meyl etdi. 7 aydan 8 aya qədər namaz qıldım, çalışdım. Amma yox, yenə o huzuru tapa bilmədim. Və sonunda, yenidən evinə qayıdan oğul kimi kilsəyə qayıtdım. Tövbə etdim, Məsihi seçdim. İndi isə tam fərqli hiss edirəm. İlk dəfə xristianlığa gələndə özümü adət-ənənələrdən azad hiss edirdim. Amma bu səfər özümü qalib hiss edirəm. İndi özümə söz verirəm. Bibliyadan kənara çıxmayacağam. Məsihin bir sözü var. Məndə qalın, mən də sizdə qalım. Sonda bu ayə ilə yekunlaşdırmaq istəyirəm. İsa Məsihin adı ilə bizə qələbə bəxş edən Allaha həmd olsun. Artıq axtarışım bitdi. Mən evimdəyəm.